Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabında qeybət bölümündən 44-cü dərsi oxuyuruq. Və keçən dərsimizdə oxuduq ki, bəzi yerdə qeybət eləmək icazəlidir. O yerlərdən biri bu idi ki, əgər bir nəfər bir nəfərə zülm eləsə, məzlum zalimin qeybətini eləyə bilər. Və buna neçə dənə dəlil gətirdi mərhum şeyx? 2 dənə ayə gətirdi və ayənin təfsirində də 2 rivayət gətirdi. Təfsiri Qumi və Əyyaşi. Və təbii ki, qeybət eləmək əsl qaydadan çıxmaqdır. Çünki əsl qaydamız budur ki, müsəlmanın ehtiramı qorunmalıdır, onun hörməti qorunmalıdır. Əgər oradan qeybət icazəlidirsə, təbii ki, bu əsl qaydadan bir çıxmış oluruq. Və mərhum Şəhid Sani Kəşf-ü Reybə kitabında və digər alimlər də ona tabi olaraq buyurdular ki, o yerdə ki, məzlum bilir ki, burada qeybət eləsəm, zalimi zülmündən döndərmək olar, biz o yerdə qeybəti icazəli bilməliyik. Orada artıq dəlil olduğu üçün biz orada kifayətlənməliyik. Yoxsa bu ayələr olmasaydı, bu 2 dənə ayə olmasaydı, digər o dəlil-i əqli və nəqli, yəni müəyyidat ki vardı, onlarla biz deyə bilməzdik ki, bu yerlərdə qeybət icazəlidir. Çünki o əsl sabit olub dəlil-i əqli ilə və nəqli ilə artıq sabit olub müsəlmanın ehtiramını aradan aparmaq olmaz. İndi bu ayədən sonra, bu 2 ayədən sonra, bu ayələri demirik. Əgər bu ayələr olmasaydı, o müəyyidatla deyə bilməzdik ki, bu əsildən, bu qaydadan biz çıxırıq və qeybəti icazəli bilirik. Ona görə də mərhum şeyx nəql edir, Şəhid Sani ki, Kəşf-ül Reybədə söz buyurub və ma ba'dəl ayə la yəsləh lil xuruc biha ənil əsl sabit bil ədillətil əqliyyə və nəqliyyə. Bu ayədən sonra səlahiyyət yoxdur ki, insan gəlsin, xaric olsun bu əsl qaydadan. O əsl qaydayı ki, sabit olub ədillə-i əqliyyə ilə və nəqliyyə ilə. Və muqtəzahu, pəs burada əslin qaydası budur ki, əl-iqtisaru əla mavridin, biz kifayətlənək bir yerə ki, rəcaə tədərrükü zülm, ümid var ki, orada biz o zülmü tədarük eləyək. Yəni, zalimin zülmünü qaytaraq, zalimi zülm eləməkdən çəkindirək. Fələv ləm yəkun qabilən lil tədarük. Əgər elə bir yer oldu ki, məzlum gördü ki, burada mən zalimi zülmündən qaytara bilmirəm, ləm təkun faidətən fi hətkiz zalim, onda o zalimi hətk eləmək, o zalimi pisləmək heç bir faydası yoxdur. Tutalım, o zalim ölüb gedibdir. İndi sən onu gətir burada pislə, danış, deyinən ki, o mənə zülm eləyibdir, o mənə bu işləri görübdir. Nə faydası var ki, onsuz da o ölüb gedibdir. Amma o yerdə ki, zalim diridir və sən də onu pislədikdə, onun zülmünü nəql eləməkdə,
bilirsən ki, onu zülmdən çəkindirərsən, bəli, onda demək icazəlidir. Və kəza lovləm yəkun ma fəalə bihi zülmən. Və habelə əgər zalimin sənə gördüyü iş zülm olmasa, bəlkana min tərkil ovla, bəlkə tərki ovlalıq eləyibdi. Məsələn, yaxşı bu idi ki, o işi sənə görməyəydi. Amma görübdi. Yəni, ovlanı tərk eləyib, yaxşı işi tərk eləyib. Gərək tərk eləməyəydi və lakin tərk eləyib. Bu surətdə də onu pisləyəsən ki, o bu işi mənə görməli idi. Görmədi, tərk ovlalıq elədi. Burada da bunu zikr eləmək, cəmaatın yanında demək, pisləmək bəyənilmir. Və in kana yəzhər min bəzil əxbar cavazul iştika lizalik. Baxmayaraq bəzi rivayətlərdə zahir olub ki, icazəlidir şikayət eləyəsən. Məsələn, yaxşı bu idi ki, o şəxs sənin üçün bu işi görəydi və lakin görməyibdi. Sən də gedirsən onu deyirsən və şikayət eləyirsən. Bu bəzi rivayətlərdə icazəlidir. Bəzi rivayətlər bunu icazəli bilirlər. Fənil kafi və təshib bi sənədihima ən Həmmad ibn Osman. Məsələn, bir rivayət var, həm kafidədir, həm təhsib kitabındadır. Sənədləri də çatır Həmmad ibn Osmana. Qalə dəxələ rəculun əla Əbi Abdillah aleyhissalam. Bu ravi deyir ki, bir kişi daxil oldu İmam Sadiq aleyhissalamın evinə. Fəşəka ileyhi rəculən min əshabə. Həzrətin səhabələrindən birindən şikayət elədi. Fələm yəlbis ənca əl-məşkub. Elə keçməmiş, elə bunun şikayətindən bir o qədər keçməmiş, həmən o şəxs daxil oldu, gəldi İmam Sadiqin yanına. Yəni, o şəxsi ki, ondan şikayət eləmişdi, həmən şəxs gəldi. Fəqalə ləhu Əbu Abdillah aleyhissalam. İmam Sadiq aleyhissalam o sahabəsinə buyurdu. Mali filanin yəşkuk, niyə filan kəs səndən şikayət eləyir? Fəqalə, o sahabə dedi ki, yəşkuni inni istəqzəytu minhu haqqi. Dedi, ağa, o ona görə məndən şikayət eləyir ki, çünki mən öz haqqımı ondan tələb eləmişəm. Mən öz haqqımı ki, ondan tələb eləmişəm, o ona görə məndən sizə şikayət eləyibdir. Fəcələsə Əbu Abdillah aleyhissalam muğzibən. İmam Sadiq aleyhissalam qəzzəbli halda əyləşdi, sümmə qal. Sonra buyurdu, fəqalə kəənnəkə iza istəqzəytə haqqək ləm təsi. Həzrət o şəxsə buyurdu ki, sən elə xəyal eləyirsən ki, öz haqqıvi, öz mömin qardaşından tələb elədikdə elə bil ona pislik eləməmisən. Həzrət ona belə dedi. Ərəəytə ma həkəllahu əzzə və cəl fi kitabə. Görmürsən ki, Allah təbariki və təala öz kitabında belə hekayət eləyir. Və yəxafunə su'əl hesab. Ki, insanlar qiyamət günündə pis hesabdan qorxacaqlar. Pis hesabdan qorxacaqlar. İndi burada su'əl hesab, hesabı burada pis adlandırıbdır Allah. Bu pis hesabdan qorxacaqlar. Bu hesabdan məqsəd nədir? İmam Sadiq ağa buyurdu, ətərə ənəhum xafullah əzzə və cəl ən yəcurə əleyhim. Sən elə bilirsən ki, Allah bu sözü dedikdə qiyamət günündə bu möminlərə, bu insanlara zülm eləyər. Yəni, zülmə sual hesab deyir. Sən elə başa düşsən, la vəllah. Həzrət burada and olsun Allaha, yox, sual hesab zülm deyil. Ma xafu illəl istiqsa. Bunlar qorxmurlar, yalnız Allahın onlardan öz haqqını tələb eləməyindən qorxurlar. Məsələn, Allah bir nəfərə cavanlıq verib,
qiyamət günündə o cavanlığın haqqı hesabını ondan tələb eləyər. Yaxud ruzi verib onun haqqı hesabını tələb eləyəcək və yaxud digər haqqlar. Deməli, məqsəd budur ki, fəsəmmahullah əzzə və cəl su'əl hesab. Allah öz haqqını burada suyu hesab hesablayıbdır. Yəni, burada Allah zülmü suyu hesab hesablamayıbdır. Bəlkə Allah öz hüquqlarını bəndəndən tələb elədikdə onu suyu hesab hesablayıb. Ona görə buyurur və yəxafuna su'əl hesab. Qiyamət günündə bu bəndələr suyu hesabdan qorxacaqlar. Həzrət İmam Sadiq əleyhissalam o səhabəsinə bunu yetirdi ki, yəni sən ki öz mömin qardaşından öz haqqını tələb elədikdə düşünməginən ki, sən yaxşı iş görübsən. Halbuki öz haqqın tələb eləmək suyu hesabdır. Necə ki, Quranda Allah suyu hesab hesablayır öz haqqını tələb eləməkdə. Da zülmü orada nəzərdə tutmuyor. Fəmən istəqza fəqət əsaə. Həzrət buyurdu ki, hər kim mömin qardaşından öz haqqını belə tələb eləsə, o artıq ona pislik eləyibdir. Ona görə də Həzrət buyurdu ki, bəli, yəni öz haqqınızı tələb eləməyi belə yaxşı hesablamayın, nəzərdə tutmayın ki, mən öz haqqımı tələb elədim və heç bir pislik eləməmişəm. Halbuki ayə onu pislik hesablayır. Ayə onu yaxşı hesablanmır. Elhamdülillah Rabbil aləm.